İndi talçağı tutmuşsunuz da ona görə deyirəm. Yəni, bunu üzü sonra çürüyəcəm. Can şəhidlərim. Ülkəmizə qurban olum mən. Salam, hörmətli izləyicilər. Biz vətənsevənlər, şəhid ailələri və müharibə iştirakçılarına dəstək İctimai Birlik olaraq mən İctimai Birliyin sədri Surə Məmmədova və bizim üzvümüz Fazilə Allahverdiyeva bugün Salyan rayonundayıq. Arzu anaya baş sağlığı vermək üçün gəldik. Kamran Quliyevin ailəsindəyik. Onun bu isti ocağındayıq, müqəddəs bir ocağındayıq. Şəhidimizin məkanı cənnət, məqamı uca olsun. Onun atası Dadaş bəy, yəni 40'ı hələ tam çıxmayıbdır. Bugün 10-cu axşam mərasimidir və biz Arzu anaya bir balaca təsəlli olaraq gəldik ki, Arzu ananın yanında olaq və bu bizim müqəddəs borcumuzdur. Cəmi şəhidlərimizin məkanı cənnət, məqamı uca olsun. İlahi amin. Allah onların ailələrinə səbir versin. Doğrudur, bala etkisi çox çətindir, şəhidlik zirvəsi çox yüksəkdir. Amma bizim, yəni, belə olanda onun atası Dadaş müəllim anaya bir dəstək idi. O özü şəhid atası olsa da analar atalardan çox çəkinlər. Ona görə də anaların yanında atalar olanda bir balaca onlara köməklik olurlar. Ona görə indi Arzu ananın dərdini çox gözəl başa düşürük və biz bu yolu gəldik ki, Arzu anaya dəstək olaq və biz Anar Vəlizadənin anası Zemfira ana bizi qarşıladı. Biz onun da müqəddəs ocağında olacağıq. Onun xalçasını götürmüşük. Vəfa xalça şirkəti tərəfindən ona hədiyyə olunubdur. Onu da gətirmək Salyan rayonuna mənə qismət oldu, bizə qismət oldu. Yəni bu yola çıxdıq. İnşallah Allah bu yolda bizə də peşmançılıq verməsin. Cəmi analarımıza Allah səbir versin. Və mən də bu kiçik hədiyyəni bir xatirə olaraq anaya gətirmişəm ki, ona təsəlli xatirə olsun. Allah cəmi şəhidlərimizə məkanlarını cənnət eləsin. Bunu mən sənə özüm, yəni internetə girdim, baxdım. Oradan özüm seçim elədim və bunu özüm öz İctimai Birliyimizin adından sənə kiçik də olsa, yəni bizim adımızdan qəbul edin. Balalarımızın şəkli olan hər bir şey bizim üçün o qədər əzizdir ki, çox dəyərlidir. Çox sağ olun Surə xanım, sizə, qrupumuza təşəkkür edirəm. Allah canınıza dəyməsin. Bir böyük bacı kimi yanımızda olduğunuza görə təşəkkür edirəm. Dərdimə şarici olduğunuza görə təşəkkür edirəm. Şəhidlər həqiqətən də müqəddəsdir. Şəhidlərin o qədər ucadılar ki, onlar əl çatmaz, həqiqətən əl çatmazdır. Mənim oğlumun 2 metrə boyu var idi. Biz boyum çatmırdı ona heç var. Həmişə boyumdan hərdən deyirdim ki, sinir boyum çatmır. İndi də zirvəsi o qədər yüksəkdir ki, boyum çatmır. Allah sizə razı olsun, çox sağ olun, təşəkkür edirəm. Dərdimə şərik olduğunuza görə, borcumuzda ana. Allah yoldaşlığa da rəhmət eləsin, sağlığa da rəhmət eləsin. Amin. Həyası dözə bilmədi, 5 ilin həsrətində atasının ürək partladı. Şirin infak keçirdi. Allah yerini cənnət eləsin. Məkan cənnət olsun. Balalar var, Allah can sağlığı versin. O nəvələrə Allah can sağlığı versin. Onun ailəsində 2 dənə